Saat 6'ya qalıb. Günəşin mövqeyin üfüqdə görürsünüz. İndi işartısından dəqiq görülməsə də bugünə günəş tutulması demişdilər. Fevral ayının 21-idir. 2026-cı il. Mən də balıq ovuna gedirəm. Bildiyiniz kimi mən elmlə maraqlanan adamam. Yaşımdan asılı olmayaraq, universiteti, məktəbi qutarmağımdan asılı olmayaraq hər gün nə isə oxuyuram. Və fevral ayında günəşin üfüqdə məhz bu yerdə olmağı normal bir şey deyil. Niyə görə normal bir şey deyil? Çoxdan Hawking, Einstein nəzəriyyələrində belə bir şey var ki, harsısa Sverxnova ulduzunun patlamağı, şüalanmağı zamana təsir eləyə bilər. Yəni biz hələ illərdir ki, minilliklərdir ki, bu təqvimlə gedirik ki, belə olmalıdır, gün bu qədərdir, il bu qədərdir. Yəni belə olmaya da bilər. Ola bilsin ki, zaman sürətlənib, ola bilsin ki, nəysə bir dəyişiklik olub kainatda, Sverxnova partlayışı olub. Yəni fevral ayında elim qaldı kənara, bunları çəkməsəm